Əziz həmvətənlərim, ilk əvvəl hamınız üçün Allahdan sülh, əmin-amanlıq, rəhmət və xeyir, bərəkət diləyib deyirəm. Əssəlamu aleykum və rahmetullahi və bərəkət. Bu mühtəşəm duanı Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bizə ona görə öyrədir ki, bir-birimizə belə xeyir dua edir. Həmçinin belə bayramlarda bir-birimizə hədiyyə etməklə, bir-birimizi sevindirməklə arada olan o ülvi məhəbbəti, mehriban münasibəti daha da artıraq. Bizim qardaşlarımız bu tədbiri görməkdə yalnız Allahın rizasını qazanmağı umurlar. Burada başqa olacaqları bir şey yox. Allah qəbul eləsin. Allah Peyğəmbərinə Quran-ı Kərimdə buyurur ki, de ki, şübhəsiz ki, mənim namazım da, ibadətim də, kəsdiyim qurban da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allah üçündür. Biz müsəlmanlar nə ediriksə, yalnız Allah üçün edirik. Və bizə də qalan bu olacaq. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bir dəfə sahabələrə sual verir. Deyir ki, sizin üçün hansı mal daha əzizdir? Özünüzə saxladığınız ya kiməsə verdiyiniz, Allah yolunda xərclədiyiniz. Təsəvvür edin ki, 2 telefonunuz var. Birinin qiyməti 500 manat, birinin qiyməti 50 manat. Telefonu olmayan adama hansı telefonunuzu bağışlayarsınız? Əlbəttə ki, ucuz olanı 50 manatdadır. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem də sahabələrine bu sualı verir ki, hansı mal sizə daha əzizdir? Onlar cavabında deyirlər ki, əlbəttə ki, özümüzə saxladığımız bizim üçün daha əzizdir. Görün, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem sahabələrini necə tərbiyələndirir? Onlara buyurur ki, nəyi xərcləyirsinizsə, o sizindir. Nəyi saxlayırsınızsa, kimlərə saxlasaq? Və rəvayətlərin birində deyilir ki, bir dəfə Peyğəmbərimiz sallallahu aleyhi ve sellem qurban bayramında bir qoç kəsir, gətirir, verir həyat yoldaşına. Deyir, bunu Allah yolunda payla. O da paylayır, o qoçun bir hissəsindən bir qədər saxlayır. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem evə döndükdə soruşur, payladın mı? Deyir, bəli. Deyir, bizə nə qaldı? Qadın deyir ki, bu qaldı. Çıxarır, əti göstərir. Onda Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, xeyr, bizə payladığımız qaldı. Bunu isə yiyəcək, həzm olub gedəcək. Allahdan istəyərəm ki, Allah subhanahu teala bizlərin elədiyi bu əməli bizim üçün qalacaq əməllərdən etsin. Bizlər bu həyatda acların qarnını doydurmalıyıq. Toxların yox. Azların, yetimlərin qarnını doydurmalıyıq. O yetimlər haqqında ki, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur, mən və yetimin himayədarı cənnətdə belə olacaq. Yəni, yaxın olacaq, bərabər olacaq, bir yerdə olacaq. Həmçinin kimsəsiz qocaların qarnını doydurmalıyıq. Peyğəmbər sallallahu aleyhi ve sellem kimsəsiz qocalara çox əl tutardı, çox köməklik edərdi. Hətta bir dəfə görür ki, bir qoca qadın çətinlik çəkə-çəkə zəmbil aparır. Evinə gedir, bazarlıq edir. Yaxınlaşır ona, deyir, xalacan, bir kömək edin. Zəmbillərini götürür, aparır evinə. Gətirib evini qoyanda qadın başlayır ona dua edir. Deyir, Allah səni saxlasın, Allah sənin balalarını saxlasın, Allah sənin köməyin olsun. Ay bala, sənə bir nəsiyyətim var. O Məhəmməd var ha, ondan uzaq. O pis adam. O gəlib bizim dədə-babalarımızın adətini dəyişdirsin. Deyir ki, Allah təkdir. Halbuki biz dədə-babalarımızdan görmüşük ki, ilahlar çoxdur. Onda Peyğəmbərimiz sallallahu aleyhi ve sellem deyir ki, xalacan, o Məhəmməd dediyin adam mən. İmam Əli radiyallahu anh'ın gözəl bir sözü var. Deyir ki, haqq kişilərə görə tanınmır.
Yəni, kiminsə vəzifəsi, kiminsə ad sanı varsa, bu demək deyil ki, onun hər dediyi söz haqqdır. Əksinə, kişilər haqqa görə tanınır. Kim haqqı yayırsa, onu tanıyırlar. Necə ki, Peyğəmbərimizi və onun gözəl sahabələrini 15 əsrdir ki, Allah subhanahu teala ucaldır və hər yerə, bütün dünyaya tanıtdırır. Heç kəs onları ləkələyə bilir. Həmçinin bizlər dul qadınlara köməklik eləməliyik. Biz qurbanlıq bayramlarının birində bir qədər ət aparıb bir dul qadına verdik. Evində 3 uşağı var idi. Böyüyünün 5 yaşı var idi. Uşaqlar qasa gəldi. Əti görəndə anasına deyir ki, bu nədir? Qəhər boğdu bizi, ağlamaq tutdu, subhanallah. Uşaq bu yaşa çatıb ət görməyib. Allah belə qadınlarımıza, belə kasıblarımıza kömək olsun. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, dul qadınlara və kasıblara əl tutan kimsə, Allah yolunda olan mücahid kimi, ha belə gündüz oruç tutur, gecə namaz qılan kimidir. Biz ibrəti, dərsi sahabələrdən götürürük. Peyğəmbərimizin yanında olan, onun tərbiyəsini almış sahabələrdən. Baxıb, öyrənirik onlar kasıblara nə cür əl tutur. Diqqət edin. Sahabələrdən biri deyir ki, biz çox kasıb idik. Lakin bizdən də kasıb qardaşlarımız bizim yanımıza gəlir, bizdən kömək diləyirdilər. Biz onlara kömək eləmək üçün gedib bazarda yük daşıyırdıq, hamballıq edirdik. Əldə etdiyimizi gətirib onlara verirdik ki, azından ölməsinlər. Bunlar belə müsəlmanlar olur, belə qardaş olurlar. Abu Bakr radiyallahu anh xəlifə ola, padşah ola, hökümdar ola. Gecələr qiyafəsini dəyişdirirmiş, sakitcə gedib bir qoca qadına kömək edirmiş. Onun evini silib süpürürmüş, yeməyini hazırlayırmış, yatağını düzəldirmiş. Heç kəs bilmirmiş ki, bu qadına kömək edən kimdir. Abu Bakr vəfat edəndən sonra Ömər radiyallahu anh deyir ki, mən onda bildim ki, bu Abu Bakr imiş. Və onun oğlu Məhəmmədi götürüb qadının yanına apardı. Oğlu Məhəmməd o qoca yaşlı qadına deyir ki, anacan, bu gündən sonra mən atamın elədiyini eləyəcəm. Nə kömək lazımdırsa sənin qulluğunda duracam, sənin qayğına qalacam. Qadın ağlaya-ağlaya deyir ki, oğlum, sən Abu Bakr'ın elədiyini eləyə bilərsən, amma Abu Bakr ola bilməzsən. Çünki o elədiyini başqa söyləyir. Allah üçün eləyir, təmənnasız. Həmçinin mələklərin utandığı bir sahabə Osman, Peyğəmbər sallallahu aleyhi ve sellem 2 qızı ilə evlənmiş sahabə radiyallahu anh. Bir dəfə Mədinəyə Osman radiyallahu anh'ın karvanı gəlir, ticarət karvanı. Həmin ərəfədə, həmin dövrdə Mədinədə qıtlıq olur. Tacirlər Osmanın karvanının gəldiyini eşidir, gəlib deyirlər ki, ey Osman, satdığın mal neçədirsə, 1 manata satdığın mala 10 manat veririk, get, bazara çıxaraq. Osman deyir, verirəm. Sizdən də çox verən var. Deyirlər, 1 manata verdiğin mala 15 manat veririk. Ver onu bizə, sat onu bizə, bazara çıxaraq, biz də qazanaq. Deyir, yox, az verirsiniz. Daha çox verən var. Tacirlər deyir ki, Mədinədə bizdən imkanlı, bizdən gözəl ticarət yapan bir kimsə yoxdur. Həm də bundan çox verənə bu nə sərf edir? Bunu neçəyə satacaq? Sata biləcəkmi? Osman radiyallahu anh deyir ki, 1'ə 100 verən var. Tacirlər təəccüblə soruşur ki, ay Osman, 1'ə 100 kim verə bilər axı? Kimə sərf edir? Deyir Allah subhanahu ta'ala. Və çıxarır malını hamısını kasıblara var edir.
Allah s.ə.v. Quran-ı Kərimdə buyurur ki, mallarını Allah yolunda xərcləyənlərin məsəli 7 sümbül verən bir toxumun məsələ bənzəyir ki, sümbüllərin hər birində 100 ədəd dən var. Yəni, bir yaxşılıq edirsən, əvəzini Allah s.ə.v. 700 qat artıqlaması ilə verir. Biz nə ediriksə, əminik ki, Allah onun əvəzini verəcək. Və sizə bir maraqlı bir şey deyim. Bax, artıq yaşa dolmuşsunuz. Artıq ölüm yaxınlaşır. Allah eləsin ki, elə verəcək, müsəlman kimi ölüb gedəsiniz, Rəbbinizə qovuşasınız və Allah sizi cənnət əhlindən etsin. Allahdan onu istəyirəm. Lakin xatırlatmaq istəyirəm sizə ki, bir zaman siz dünyaya gəlmişdiniz. Üstündən heç 60-70 il kesmin. Dünyaya gəldiyiniz zaman valideynləriniz, qohum-əqrabanız, əmiləriniz, bibiləriniz, xalalarınız, dayılarınız nə edirlər? Sevinirdilər, bir-birlərini muşquluqlayırlar, müjdələyirlər. Siz isə uşaq olaraq, körpü olaraq ağlayırdınız. Heç bir soruşan da yoxdur, niyə ağlayırsan? Sual verə bilməzsiniz. Çünki danışmaq ixtiyarı yoxdur sizdə. Zaman gəlib keçib, artıq ölüm yaxınlaşır. Öləndə yenə danışmaq ixtiyarı sizin əlinizdən alınacaq. Ətrafınıza yığışanlar tam əksini, bir zaman sevinən insanlar indi tam əksi olaraq ağlayacaqlar. O zaman istəyirsinizsə sizin halınız yaxşı olsun, sevinəsiniz. Rəbbinizə qovuşmağa tələsəsiniz. İndidən elə əməllər görməlisiniz, elə işlər görməlisiniz ki, ən azı Allaha və onun Peyğəmbərini, bu dini sevsəniz, cənnətə düşmək sizə kifayət edər. Qəlbən, ürəkdən Allahı sevməlisiniz. Görün, şair nə gözəl sözlər söyləyir. Deyir ki, ağlayırdı ne insan, sən dünyaya gələndə sevinib, gülürdülər insanlar yan görəndə. Özün üçün gün ağlar. Elə işlər gör ki, sən onlar ağlayan zaman sevinəsən, güləsən. Digər bir şeir var, Dahi Nizami Gəncəvinin şeiridir. Deyir ki, istər bir gün yaşa, istərsə 100 il, bu nurlu eyvandan köçəcəksən bil. Yaxşısı budur ki, könlünü şad et, o böyük Allahı xoşluqla yad et. Bizim burada yarışmağımızın məqsədi vallahi ki, ancaq Rəbbimizi yad edib, onun yolunda nə isə etməkdir. Kimlə bacarırsa, kimin əlindən nə gəlirsə, onu da Allah yolunda etməlidir ki, Allah Taala bizə olan bərəkətini artırsın. Bizim xalqımıza Allah Taala çox bərəkət verir. Azərbaycanın çox iqlimi var. Yer üzündə olan 11 iqlimin 9-u Azərbaycandadır. Azərbaycanda nə qədər ruzi bərəkət var. Yadınızda salın, bir 10 il bundan əvvəl necə çörək növbəsində dayanırlar. İndi hara baxırsan, çörək tapırsan. Və s. Allahın verdiyi bərəkətlər çoxdur. Lakin bu bərəkətlər gərək bizim aramızda olan, getdikcə varlanan insanları azğınlaşdırmasın. Yoxsa Allah Allah bizə verdiyini də əlindən alır. Allah rəhmət eləsin Nizami Gəncəviyə. Onun gözəl sözləri var. O sözlərdən biri də budur ki, deyir, mal dövlət bol idi, millət fərəhli. Fərəhlə gəlirdi hər təzəyi. Bu rifahdan sonra gəldi elə gün, xalq şükür etməyi unutdu bütün. Təkəbbür çıxartdı onları yoldan, çıxdı yadlarından böyük yaradan. Kim neymət verəni yada salmasa, şükür eləməsə, razı qalmasa, dar olar başına bu geniş sahan, onun ruzusu da çıxar qayadan. Allahdan istəyirəm ki, Allah subhanahu da bizlərin elədiyi əməlləri əvəzsiz qoymasın. Qardaşlarımız nə edirlərsə, onların əvəzini qat-qat versin və sizə verdiklərini də Allah Taala bərəkətli etsin.